Füzuli rəhmətli deyir, hacının yanında cəsarət edirəm mən şeir demədir. Qəmində şəmi tək yandım, səbadan sorma əhvalım. Bu əhvalı şəbi hicran mənimlə yar olandan sor. Səhər, gün çıxandan sonra əsər. Bunun xəbəri olmaz gecədən indiyə qədər nələr baş verib. Ona görə deyir, qəmində şəmi tək yandım, səbadan sorma əhvalım. Bu əhvalı şəbi hicran mənimlə, o gecə səhərə qədər məndən o ağır vəziyyəti kim keçirdi, ondan soruş mən nə çəkiyor. Bir dəstə adam başa düşməz o nədir. Seyid də rəhmətli deyir, çeşmi qipti nə bilir, xilqəti Harun sirrin. Qipti o Fironun ətraflarıdır. Məsələn də Maviyyənin ətrafları, Şümür, Qipti bunlar, Bəni Üməyyə. Həzrəti Musa'nın vaxtında bunlar idi. Deyir, çeşmi qipti nə bilir, xilqəti Harun sirrin. Nə bilir dəhridə Firon ki, Musa kimidir. Gəldi qoftara ləbi, aləmi ihya elədi. Elə ki, ağzını açdı danışmağa, dünyanı diriltdi. Bu necə ruhidir, aya, bu Məsiha kimidir. Əli əleyhissalama deyir. Olmasan, əsas burasıydı nəzərimdə, olmasan, vaqiyeyi eşqidə məznun əgər, bilməzsən heç sən Həzrəti Leyla kimidir. Bir adam zövq əhli olmasa, eşq əhli olmasa bilməz. Hələ Füzulinin o beytinin ardında da var idi da, gözü yaşlıların dərdin nə bilsin zahidi qafil. Füzuli, eşq zövqün, zövqi eşqi var olandan sor. Rəhmətli belə əməlli başlı manevr eləyib, orada belə oyun çıxardı və nə bilsin bu qafil, o nə bilir eşq nədir. Onu, o adamın ki eşqidə zövqü var, məsələn bir rəssam gərək bir fırça tutmağı bacarsın ki, o bir nəsə çəksin. Elə mən indi durub şeir yazsam bir beyt, bütün dünyada hansı millətdən şair var, qiyamətdə gələr mənə daş atar. Sən ara şairə, ged danış, bozbaşı get, işledi oyna, elə deyir. Aslında müdaxilə edim o Seyyid Ağanın Seyyidin beytinə. Yəni bayaqladı, deyən biri var at çəkməklə, biri də var qapalı şəkildə. Hacı gözəl bir qəzəlinə toxundu ya Seyyid Əzim Şirvanlı. Orada deyir ki, bu səri çeşmə əzəldən bulanı, bey qafil. Yəni bu səri çeşmə bulağın çıxan yerinə deyirlərdi mənbeyinə. Oradan bulanmaz. Yolda gələ-gələ axarda, orada bulana bilər, gələr göl olar, orada bulana bilər. Ancaq şəffaflıq orada da mənbey. Amma Seyyid Əzim deyir ki, oradan bulandı. Sonra gör, at da çəkmiş bir şey dələmir. Gəlir Qədirxuma söykənir. Bu səri çeşmə əzəldən bulanır, ey qafil. Gör kimə tabi olursunuz, sizə mövla kimidir. Və Əzrət qapalı şəkildə promoy dedi də. Amma Hacı Seyyid elə öz dərdində çalxalayır, biraz orada. Neçə il aləm-i nasutə gəlib oldum müqim, heyf ki bilmədilər, Seyyid-i Rüsva nədir, özüm də qatır ora. Allah rəhmət eləsin, Seyyid də dərya dəhənz olub, yaxşı yazıb. Bizlik deyir o şeirlər, mən də elə şairlərin, ustadların dilindən eşitmişəm oradan bir balaca elə xəbərim var, yoxsa mənlidir. Allah hamısını inşallah İmam Hüseyin əleyhissalamdan məşhur eləsin.